Tarixin tozlu səhifələrində Tanrının qırmancı Əlövsət dayı yenə taxtda. Xəbər bütün dünyaya ildırım kimi yayıldı. Krallar xəritəyə baxdı, rahiblər dua etdi, hamı eyni sualı verdi. Bu dayı hara gəlir? Əlövsət dayı isə tərəddüd etmədən Balkan yürüşünə çıxdı. Keçdiyi torpaqlarda sükut, arxasında isə tarix qalırdı. Bizans isə qorxudan küllü miqdarda xərac verir. Dayı isə qızılları sayaraq samavarı qurdurdu, bir stəkan çay içib dedi. Əvvəl çay, sonra da çay. Ardınca vaxt itirmədən Katalaonun düzündə böyük döyüşə doğru yollandı. Döyüşdən əvvəl köhnə dostu Aets ilə görüşdü. Söhbət qısa oldu. Adam duz çörək kəsdiyi insana qılınc qaldırmaz. Katalaondan bir il keçməmiş papanı qarşısında diz çökməyə vadar edən dayı Avropaya kimin kim olduğunu bir daha sübut etdi. Döyüş meydanında məğlub olmayan böyük xanı zəhərləmək istəsələr də zaman maşını yenə dayına xilas edir. Növbəti dəfə Əlövsət dayı kimə əvəz etsin? Kanala abunə ol, fikrini şərhlərdə bildir.